Getmişdik Ərdəbilə. Bir dənə balaca dəkkə furuşu var idi, çıqqılı. Orada saatları təmir edirdilər. Mənim saatımın pini düşmüşdü. Evdən çıxanda xanıma demişdim, onu götürmüşdü. Dedim, ağa bu saatın bir zəhmət pinini dəyişəsən. Hay vermədi. Dedim, ağa saatın pinin olsa dəyəş. Dedi, pin yoxumdur. Dedim, neynək bu da bax qolumda. Dedim, işgal yoxdur. Bəndin dəyiş. Gördüm, yox baba, bunun fikri top verir. Fikri o zikri topdadır. Dedim də işgalı yoxdur. Gəldim bir yanına, mının ləciyin üstündən 5 əxsə deyirəm. Allah rastda saat furuş var idi. Bir dənə çox təmiz. Keçdim içəri, bir dənə cavan oğlan 25-26 yaşında əyləşmişdi orada. Dedim, ağa mənim saatım xarab olur. Bir zəhmət onun pilini dəyişəsən. Bəndin də olsa bir dənə buna bət verəsən. Pinin dəyişi dedi, niyaz deyil bənd atasan üstünə. Bəndin silikonu idi, ittifaqan özünə də yaraşır. Mən bu ağanın tərzə bərxordundan çox xoşum gəldi. Xanım dedi, xop elə mənim saatımın bəndi xarabdır. Mənimkin də bəndin dəyiş. Dedim, elə xop sən 200 saatı gətirdin, mənim də saatımı gətirdin, saatlarımız xarabdır yalnız. Dedi, getmişəm. Dedim, bir zəhmət bunların batrısını dəyiş, bunların bəndini dəyiş. İşim yox, 2 milyon pulu, 89 saatlara gəldik bu yana. Axır mətləb budur ki, bəzi moğələr bir dənə hərəkəti sadə ilə, işüyün masmalı eləməsin, bərəkət özü gələr. Hərənin bir ruhusu vardır, vəli bərəkət çox fərq edir. Səy eləyək o cavan oğlan tək olaq, nə o qoca kimi.